Ən çox hal-hazırda gedən mövzular var. Bu da kimlər bunu ən çox müzakirə edir? İstifadəyə bir neçə dəfə qayıdır, sonradan başlayırlar kommentlərdən, nə bilim bir mərkəzə gələndə ya telefonla əlaqə saxlayanda ki, qarantiya belə gəldi, heç Billboard-dan danışırlar ki, Billboard heç qarantiya vermir, proqram vermir. Amma bunlar, yəni çoxu mən baxıram da, bunlar kitabın, yəni bunların çoxu ya mansardın nakleykalarını oxuyublar, ya da ki, yəni o kitablar da var da, ayın ədəbiyyatı var. O ədəbiyyatın içini heç vaxt oxumayıblar. Yəni üz qabığını oxuyublar, içindən xəbərləri yoxdur. Proqramın özünün vədi var. Proqram sənə vəd verir. Əsasən də, yəni ümumi oxuyandan sonra 3 dənə vəd var. Birinci növbədə proqram sənə deyir ki, sənə vəd verir, söz verir sənə proqram. Belə deyək də, sənə qarantiya verir ki, sən proqramla get, addımlarla get çöldə. Qruplara get, şaqbıya, sponsorun olsun, ayın cəmiyyətdən əlvi üzmə, yəni ətrafında sağlam insanlarla ol, sərhədlərini qoru, səndə narkotik istəyi öləcək. İkinci vəd verir ki, sən proqramla get, eyni bir şeylə hərəkət elə, inkişafa doğru get, qarşıma məqsədlər qoy, yəni həyatını düzgün istiqamətlə get, burada və indi ol, yəni ayın cəmiyyətdə ol, sağlam insanların ətrafında ol, sərhədlərini qoru, sən narkotikə qayıtmayasan, istifadəyə qayıtmayasan. Üçüncü vədi də odur ki, sən proqram addımlarla getdikcə, sən həyatının hər bir şeyini bərpa edəsən. İnsan da həyatını bərpa edəndən sonra, yəni sənin həyatında təsəvvür sən proqram sənə nə deyir? Dürüst, hərəkətə hazır, qərəzsiz. Əsas simvoldur və arxasıca addımlar gedir də, yəni o proqram üzrə. Sən həmin proqram üzrə gedirsənsə, sənin həyatında hər bir şey bərpa olur, sənin həyatında o qədər maraqlı şeylər olur ki, sənin həyatın o qədər inkişaf edir, o qədər urvin qalxır ki, o qədər ki, həyatında maraqlı şeylər baş verir, o qədər inkişaf edirsən, o qədər irəli gedirsən ki, səni narkotik istifadə edən insanların yanında olmaq, onların söhbətləri sənə çox aşağı, çox aşağı gəlir. Yəni o qədər inkişafa doğru getsən, proqram da hərəkət proqramıdır. Qardaş, billə bob, sənin şpritdə beynivə iynə vurası deyil, ya bu sistem deyil ki, 2 dənə tablet qatırasan, mədə ağrısı getsin, baş ağrısı getsin. Bu sadəcə olaraq hərəkət proqramı. Proqram sənə deyir ki, mənim addımlarla hərəkət elə, səndə narkotik istəyi öləcək. Narkotik istifadəsinə də qayıtmayasan, həyatını da bərpa eləyəsən. Proqram vəd verir də sən. Bizdə alındı. Yəni gör nə qədər insanlarda alındı, yəni biz deyək ki, 1 ilin, 2 ilin narkomanı ola, illərlə, 20 il həyatımızı narkotikə həsr edən